Şef Milyonla bu günləri uşaqlarımın çox sevdiği donutları hazırladım. Görünüşü super idealni olmaya bilər, amma dadı superdir. Mənə lazım olan ingrediyentlər, yəni ərzaqlar: 2 yumurta, ağlı, sarılı, maya, quru maya, vanil, kərə yağıdır, 100 qram əritmişəm. Süd, 2 dənə stakan, ilıq olmalıdır, şəkər, un. Un burada məndə bu stakanla ölçürəm, hamıya rahat olsun deyənə. 5 dənə belə dolu stakan. Mikserin qabına südlərimi əlavə edirəm. Üzərinə tökürəm mayanı. Onun da üzərinə şəkər. Onların da üzərinə 2 yumurtanı əlavə edirəm. Yəni dediyim kimi ağlı sarılı, vanil və duz və kərə yağı sonda. İlk bunların hamısını mikserlə qatışdırıram. Hamısını birdən əlavə edirəm. Milli, xəmiri qurtardım, Milyon da gəldi. Nədir? Xəmirim hazır oldu, dediyim kimi. Baxın, çox gözəl xəmirdir. Çox qəşəng belə yumuşaq, ələ yapışmayan bir xəmirdir. Bunu mən indi üzərini streçlə bağlayıram və qoyuram isti yerdə. Hardasa bir 30 dəqiqə, 40 dəqiqə qalsın, belə qəşəng qalsın. Və sonra başlayaq hazırlamağa. Qəşəng balam, qəşəng demişdi. Hara gedirsən tripli? Gəl. Hoppa. Evine istirdi. Xəmir özünə gəldi. Mən demişdim ki 30-40 dəqiqə kənarda saxlayacağam. Maşallah mən 1 saatdan çox saxladım. Baxın, super özünə gəlib. Qalxmışdı. Bölürəm hissələrə. Belə toplar eləyirəm. Xəmirlərimi belə balaca toplar elədim. O qədər xəmirdən 16 dənə alındı. Mən amma yəni göstərim belə bu boydana toplar eləmişəm. İnşallah hazırlamağa keçirəm. Yağı qoymuşam qaza, isti olsun, qəşəng qaynar olmalıdır. Yəni yağda bişəcək də ona görə. İndi birini göstərmək istəyirəm ki, necə eləyirəm. Baxın bu şəkildə, yəni əlimlə biraz üstünü belə sıxıram, bastırıram. Ortasından belə. Ortasını götürürəm. Deşiyi açıram. Belə. Əlimlə biraz da belə açıram. Belə. Hamısını belə şəkilləndirirəm və qızğın yağda bişirirəm. Yağı da qoymuşam. Dediyim kimi qəşəng isti olmalıdır. Qaynar. Bismillah. İki yüzünü də qəşəng qızardıram. Yağda da qəşəng belə topuş oldu. Şişir. Hazır oldu biri. Baxın, 200 də belə qəşəng qızarır. Birin için göstərmək istəyirəm sizə. Belə bölmüşəm. Yəni düşünməyəsiniz ki, bişmir. Baxın, nə qəşəng bişib. Super. Hələ istidir. Belə eləyəndə tam elə qalxmır. Çünki istidir.
Kaşıklarım hazırdır. Superdir, yumuşaq. Göstərdiyim kimi içlərdəki qəşəng bişib. Mən özüm belə biraz bu rəngdə olmağını istədim. Belə daha çox biz sevirik. İstəsəz belə də, bu rəngdə də, yəni daha tez götürə bilərsiniz. Fərq eləmir, onun da içi bişir. Qəşəng olur, yumuşaqdır. Bunlarda isə bəzək üçün də mağazalarda var. Tort bəzəmək üçün. Və əsas da lazım olan ingredient şokolad. Belə ərinmiş, əritdim şokoladı. Şokoladı da adi şokoladdır. Yağla bir yerdə mikrovalnovkada əridirəm. Belə tuturam, şokolada batırıram. Bəziləri uca getdi. Birindəki böldüm, sizə göstərim. Bir da göstərdiyim kimi içinə baxın necə qəşəng bişir, pambıq kimidir. Dadısa çox möhtəşəmdir. Ye doymursan. Siz də hazırlayın inşallah. Çox sevəcəksiniz. Nuş olsun. Abunə butonuna basmağı unutmayın. Abunə olun və like qoyanlara hər kəsə çox təşəkkür edirəm.